Salamlar aşkım, axşamınız xeyir dostlar. Sizi bayramımı təbrik edirəm. Dünya Azərbaycanın həmrəylik günü münasibətilə və yeni il münasibətilə 2026-ci il münasibətilə yeni il giriksə hamınızı təbrik edirəm. Siz bax, hamı gedib, bax, heç kim yoxdur. Amma mən işləyəm. Nəyə görə? Çünki məndə məsuliyyət hissi var. Bir dənə maşınım buradadır, Nissan Tiida. Yəni, gəlisi özü şahiddir ki, axşam saat neçədir bir dəqiqə? Andola 7-nin yarısıdır. 31 dekabr. Yəni, qardaş, məndə işi yoxdur. Oturum gerim, bayramdır, şan şöhrət. Çünki məsuliyyət. Maşını iş götürmüşəm, cəmaatdan pul alıb yemişəm. Başdan əvəzlədim. Ona görə mən işimin başında olmalıyam. İşimin üstündə olmalıyam. Çox az gün qaldı. Maşını gəlsindir. Ürəyin sıxmasını, yəni çox az gün qaldı. İnşallah bu rəynəcə yığılacaq. Mən həmişə işin başındayım, yəni. Məndə ay pul alım, qaçım, gedim, eləyim. Bəzi ustalar var ki, bəzi ustalar var, maşinlikdir, yerində tapılmır, pul alır, tapılmır, zəngəyə cavab vermir. Nə vaxt müştəri gəlir, yerində olmur. Hasan gəlib gəlsi, maşın, sexdə olmuşam, telefonuma zəng eləyib, telefona cavab vermişəm. Bütün ustalara deyirəm, andollah ürətləndirəm. Tək ki, bunun için müştəri sizin yanınıza gəlsin, məndirəm. Bu oğlan kimi. Özünüz biləcəm, nə demək istəyirəm. Sağ olun dostlar.